yaşı az olanın yaşda böyüyə söz deyir. Yox, din yaşla deyil. Əbu Hüreyrə radiyallahu anhu Allah Resulü'nün sahabəsi idi. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'dən 5000'den çox hədis rivayet edir. Allah Resulü vəfat edir, təxminən Əbu Hüreyrənin 26 yaşı var idi. Radiyallahu anhu. Təxminən 26 yaşı var idi. Amma ondan da böyük sahabələr, qoca sahabələr, yaxşı sahabələr ondan elm alırlar. Və nə qədər sahabələr ona qayıdırlar. Təbii ki, hər bir sahabənin öz fəziləti var. Hər bir sahabənin öz qədir qiyməti var idi. Baxmayaraq ki, Ali ibn Əbi Talib radiyallahu anhu Allah Resulü'nün az sayıda hədis rəvayət etsə belə, təbii ki, Əbu Hüreyrədən üstündür. Amma elm baxımından görürsən elə deyil. Elm heç vaxt yaxşıdan olmuyor. Və nəsiyyət də həmçinin. Çünki nəsiyyət özü əslən elmdəndir. Nəsiyyət özü elmdəndir. Nəsiyyəti bilən, nəsiyyət edən gərək halalı, haramı, hüdudları, yəni Allah talanın halal və haramlarını bilən olsun ki, artıq o nəsiyyət eləsin. Çünki bir insan Allahın hüdudlarını, yəni halal və haramları bilməzsən, neyi nəsiyyət edəcək? Nəsiyyət edə bilməz. Və yalnız hüdudları bilənlər nəsiyyət edə bilərlər. Və o hüdudlar ki, elə hüdudlar var ki, yalnız bəzisən alimlərə xasdır. Və elə hüdudlar da var ki, Allah talanın, o hamıya aiddir. Hamı onu bilməlidir. Kimin ondan qafil olması artıq onun cahilliyindəndir. Və olmaz, müsəlmana yaraşmaz. Müsəlman gərək özünə vacib olan məsələləri bilsin. Və özünə vacib olan məsələləri bilməyin də səbəblərindən, amillərindəndir müsəlmanın qardaşlarla birlikdə olması.